Hörmətli cənablar və xanımlar, bir restoranda dostlarınızla oturursunuz və hesab gələndə hamı düşünmədən pulunu və bank kartını çıxarır. Siz baxırsınız, məzələr, yemək, içkilər, desert və s. Adam başı asanlıqla 120-150 manat düşür. Heç kim qaşını çatmır. Onlar yeni icarəyə götürdükləri maşınlardan danışırlar. Biri Malibu, biri BMW, biri Kia Sportage, kredit ilə alınmış çantalardan, borc pulla bron edilmiş Antalya tətillərindən. Siz isə özünüz üçün ödənilmiş 2018-ci il Chevrolet Cobalt ilə gəldiniz. Üstünüzdəki paltar gözəldir, amma marka deyil. Sifariş verəndə diqqətli davrandınız. Çünki hər manata şüurlu yanaşırsınız və bir an elə hiss etdiniz ki, geri qalmısınız. Sanki həyatın ən gözəl hissəsini yaşayan yalnız onlardır. Siz isə kənarda dayanmışsınız. Amma cənablar, heç kim sizə bu həqiqəti deməyib. O dostlarınız çox güman ki, əslində müflisdir. Uğurlu görünürlər, amma borcun içində boğulurlar. Maaşdan maaşa yaşayırlar. Bir gözlənilməz xərc onları dağıda bilər. Siz isə tanıdıqlarınızın demək olar hamısından maliyyəcə irəlidə ola bilərsiniz. Amma bunu hiss etmirsiniz. Çünki həqiqi sərvət Instagrama bənzəmir. Bu videonun sonunda mən sizə həqiqətən maliyyəcə qalib gəldiyiniz 3 əks intuitiv əlaməti göstərəcəyəm. Özünüzü uduzulanlarla müqayisə etməyi dayandırıb, həqiqətən sərvət quran yolda addımlayacaqsınız. Adım İsadır. Pulunuzun həyatınızda sizin üçün necə işləməsini öyrədəcəyəm. Bugün mən sizə həqiqətən sərvət quranları yalnız zəngin görünənlərdən ayıran 3 konkret əlaməti açıqlayıram. Düzgün yolda olub olmadığınızı biləsiniz. Başlayaq və zəhmət olmasa abunə düyməsini basın. Video xoşunuza gəldisə bəyənin. Baxın, biz sərvəti görünən istehlakı eyniləşdirməyə şərtlənmişik. Lüks maşınlar, marka paltarlar, bahalı evlər, egzotik tətillər. Lakin Thomas Stanley'nin Qonşudakı Milyonçu kitabının araşdırmalarına görə minlərlə həqiqi milyonçunu öyrənən bu kitabda yazılan bir söz var idi. Varlı insanların çoxu varlı görünmür. Araşdırma göstərdi ki, orta milyonçu 2020-2023-cü ilin maşınını sürür. İllik gəlirinin 3 mislindən az dəyərli evdə yaşayır. Əlverişli geyim markalarından istifadə edir. Adi marketdə alış-veriş edir. Kredit kartı borcu daşımır. Varlı görünənlər isə icarəyə götürülmüş lüks maşınlar, hər şey marka, bahalı məhəllələr, çox vaxt mənfi və ya minimal xalis sərvətə sahibdirlər. Kitab bunu böyük papaq boş baş adlandırır. Zahiri əzəmət, daxili boşluq. Araşdırmalara görə aylıq gəliri 5000 AZN-dən çox olan ailələrin təxminən 30%-nin tez və asanlıqla nağd pula çevrilə bilən pul və ya aktivləri 17.000 manatdan azdır. 6 rəqəmli gəlir qazanırlar, amma maliyyəcə zəifdirlər. Çoxları başa düşmür, həqiqi sərvət görünməzdir. Bank hesablarında, investisiya portfellərində, ödənilmiş aktivlərdə gizlidir. Marka logolarda və sosial media paylaşımlarında yox. İndi sizə göstərəcəyim 3 əlamət maliyyə uğurunun həqiqi göstəricilərdir. Bu əlamətlərdən ikisi sizdə varsa, gəlir qrupunuzdakı insanların 80%-dən irəlidəsiniz. Birinci əlamət. Bugünkü həyat tərziniz 3-5 il əvvəlki gəlir səviyyənizə uyğundur, indikiyə yox. Nə demək istədiyimi izah edim. Tutaq ki, 5 il əvvəl aylıq 1200 manat qazanırdınız. 350 manata kirayədə yaşayırdınız. Ödənilmiş, işlənmiş maşın sürürdünüz. Xərclərə diqqətli yanaşırdınız. İndi aylıq 2000 manat qazanırsınız. 67% artım. Orta insan dərhal həyat tərzini yüksəldərdi. 700 manata kiraya mənzilə keçərdi. Malibu icarəsinə 400 manat verərdi. Daha tez-tez restorana gedərdi. Marka geyim alardı. Bahalı tətilə çıxardı. Siz isə etmədiniz. Hələ də oxşar mənzildə qalırsınız. Bəlkə bazar artımı ilə 450 manata hələ də eyni maşını sürürsünüz. Ya da nağd pulla alınmış yenisinə keçmisiniz. Hələ də nisbətən sadə yaşayırsınız. Buna gəlirdən geri yaşamaq deyilir. Bu sərvət yığımının birinci proqnozçusudur. İndi rəqəmlərə baxaq. A şəxsi həyat tərzi gəlirinə uyğundur. Gəlir 1200 manatdan 2000 manata çıxdı. Xərclər
1050 manatdan 1700 manata qalxdı. Yığım illik orta 9000 manat. 20 ildən sonra 8% gəlirlilik ilə 443 min manat. B şəxsi gəlirdən geri yaşayır. Gəlir eyni şəkildə artdı. Xərclər 1200 manatda qaldı. Yalnız kiçik inflyasiya düzəlişləri. Yığım illik orta 16 min manat. 20 ildən sonra 8% gəlirlik ilə 790 min manat qazanır. Eyni gəlir yolu ilə B şəxsi 347 min manat daha çox sərvət qurdu. Yalnız həyat tərzi inflyasiyasını idarə etməklə. Psixoloji cəhətdən gəlirdən geri yaşamaq qəribə hiss yaradır. Çünki ətrafınızdakılar gəlirinə uyğun xərcləyir. Onların arxasınca getmirsiniz deyə sosial cəhətdən geri qaldığınızı hiss edirsiniz. Amma bu insanların əli çatmaz, gözü doymaz. Gəlir artdıqca xərclər artır. Heç vaxt özlərini təhlükəsiz hiss etmirlər. Siz isə onlar daha bahalı bir həbsxana tikərkən həqiqi sərvət və azadlıq qurursunuz. Bu əlamətin sizdə olub olmadığını necə bilmək olar? Özünüzdən soruşun. Bu gün işimi itirsəm, cari həyat tərzimin 60%-ni mövcud gəlirlə saxlaya bilərəmmi? Cavab bəli olarsa, gəlirdən geri yaşayarsınız. Cavab xeyir olarsa, həyat tərzi inflyasiyası tələsinə düşmüsünüz. İkinci əlamət. Bu əks intuitiv artan xalis sərvətinizə baxmayaraq, özünüzü çox vaxt kasıb və ya nağdsız hiss edirsiniz. Düşünürsünüz, İsa, kasıb hiss etmək necə yaxşı əlamətdir? İzah edin. Siz aqressiv şəkildə sərvət qurarkən, gəlirinizin böyük hissəsi xərcləməyə imkan tapmamış, avtomatik olaraq yığım, investisiya və borc ödəməsinə yönəlir. Bu o deməkdir ki, hesabınız çox vaxt boş görünür. Xalis sərvətiniz isə artır. Pensiya hesabınızda 170 min manat, təcili ehtiyat fondunda 35 min manat, maşınınızın dəyəri 26 min manat. Amma cari hesabınıza baxanda 2000 manat görürsünüz və düşünürsünüz, müflisəm, müflis deyilsiniz. Likvidlik baxımından məhdudlaşmış zənginsiniz. Pulunuz sizi gözləyib xərclənmək üzrə boş oturmaq əvəzinə sizin üçün işləyir. Yığım davranışı araşdırmalarına görə uğurla sərvət quranlar çox vaxt nağd məhdudluq hiss etdiklərini bildirir. Çünki anlıq xərcləmə əvəzinə yığım və investisiyasını üstün tuturlar. Onların pulunun işi var, gələcəklərini qurmaq üçün. Buna görə impulsiv alışlar əlçatan deyil. Davranış iqtisadiyyatında mental uçot adlı bir konsepsiya var. Pulu yerinə görə fərqli qiymətləndiririk. Cari hesabdakı pul xərclik pul kimi hiss olunur. İnvestisiyadakı pul isə toxunma pulu, yəni artan pul. Varlı insanlar toxunma yuvalarını maksimuma çatdırır. Xərclik yuvasını minimuma endirir. Cari hesabda kasıb hiss edirlər. Xalis sərvətdə isə zəngin. Müflis insanlar əksini edir. Cari hesabda olduqda özlərini varlı hiss edirlər. Xalis sərvətləri isə yerindəcə donub qalır. Real nümunə çəkək. Aytən aylıq 1800 manat qazanır. Real nümunə. Aytən aylıq 1800 manat qazanır. Avtomatik olaraq 270 manat pensiya fonduna köçürür. 150 manat yığım hesabına, 120 manat tələbə kreditini sürətlə ödəməyə. Bu 540 manatlıq xərclik heç cari hesabına düşmür. Avtomatik köçürmələrdən sonra əlindəki xərclik pul cəmi 900 manat civarındadır. Sosial tədbirlərdə çox vaxt yox deməli olur. Amma xalis sərvəti hər il 6480 manat artır. İnvestisiya gəlirindən başqa. Eyni maaşı alan iş yoldaşı Müşfiq isə yalnız minimum töhfəni verir. Hər ay xərcliyə 1400 manat qalır. Konsertlər, restoranlar, özünü rahat hiss edir. Həmişə pulu var. 10 ildən sonra Aytənin xalis sərvəti 300 manatı keçəcək. Müşfiqin isə 45 min manat civarında olacaq. Aytən kasıb hiss edir. Müşfiq rahat hiss edir. Aytən qalib gəlir. Bu əlamətin sizdə olub olmadığını necə bilmək olar? Cari hesabınıza baxın. Adətən 1700-5000 manat arasında gəlirim varsa, 20%-dən çoxunu ardıcıl yığırsınızsa, bu əlamət sizdədir. Hər zaman 9000 manatdan çox cari hesabınızda pul qalırsa, çox güman ki, sərvət qurmağı maksimuma çatdırmısınız. Üçüncü əlamət.
maliyyə qərarlarınız dostlarınızı və ailənizi çaşdırır, əsəbiləşdirir ya da tənqid edilirsə, insanlar başa düşə bilmir. Niyə ödənilmiş köhnə maşın sürürsünüz? Yeni bir şeyə imkanınız olduğu halda, niyə imkanınız olduğu halda daha kiçik mənzildə yaşayırsınız? Niyə bahalı sosial tədbirlərə ya tətillərə yox deyirsiniz? Niyə son model telefon, maşın və ya saat almırsınız? Niyə yığım və investisiyanın vurğunusunuz? Onlar düşünür ki, xəsissiniz, həyatın dadını çıxarmırsınız, pulunuzdan zövq almırsınız. Deyirlər, dünyaya bir dəfə gəlirsən, ye iç kef elə. Pul qazanmağın mənası nədir ki, xərcləmirsən, gəncsən, həyatdan zövq al. İndi isə çoxlarının bilmədiyi şey deyirəm. Bu tənqid əslində düzgün etdiyinizin sübutudur. Sosial uyğunluq araşdırmalarına görə insanlarda öz qruplarının davranışına uymaq üçün güclü psixoloji ehtiyac var. Siz fərqli davrandıqda, xüsusilə qrup normasından daha intizamlı olduqda, insanın inandığı şeylə etdiyinin arasında ziddiyyət yaranır. Davranışınızın onların davranışının yanlış ola biləcəyini göstərir. Bu da onları narahat edir. Buna görə sizi tənqid edirlər. Öz içindəki o narahat, gərgin hissi susturmaq, aradan qaldırmaq üçün. Bundan əlavə, istehlak mədəniyyəti insanları xərcləməni uğur və xoşbəxtliklə eyniləşdirməyə şərtləndirilib. Siz bu çərçivəni rədd etdikdə dünya görüşlərinə təhdid yaranır. Amma həqiqət belədir. Maliyyə intizamınızı tənqid edənlər adətən özləri müflisdir. Maaşdan maaşa yaşayırlar. Minimal yığım, yüksək borc. Onların məsləhəti tam olaraq müflis insanın verəcəyi dəyərə sahibdir. 0-a. Sərvət qurmağın prinsipi budur. Daha uğurlu görünmək üçün daha az uğurlu görünməyə razı olmalısınız. Təvazökar maşın sürdükdə aqressiv investisiya edirsiniz. Kiçik mənzildə yaşadıqda 400 min, 500 minlik portfel qurursunuz. Adi paltar geyindikdə milyonçuya çevrilirsiniz. 10-20 ildən sonra rollar dəyişir. Bugün maliyyəcə intizamlı həyat tərziniz sabah maliyyə azadlığına çevrilir. Onların bugünkü həyatdan zövq alma həyat tərzi isə ömürlük maliyyə stresinə çevrilir. Real nümunə: Tural və həyat yoldaşı birlikdə aylıq 5500 manat qazanır. Təvazökar 3 otaqlı mənzildə yaşayırlar. 800 manat icarə, ödənilmiş maşınlar sürürlər. Biri 20 min, biri 14 min dəyərində bayra az çıxırlar, bahalı tətil etmirlər. Oxşar gəlirli dostları isə yasamalda 1600 manata icarə ödəyir, Malibu icarəyə götürüblər. Sosial mediada daim lüks paylaşımlar edirlər. O dostlar Turalın gəlirini hədər etdiyini düşünür. Niyə bu qədər sadə yaşadığını anlamırlar. Amma Tural 38 yaşında pensiya hesabında 315 min manat, 68 min manat isə təcili fondda, ipotekadan başqa sıfır borc, xalis sərvəti 450 min manatdır. Dostlarının isə pensiya hesabında 100 min manat, 5 min manat əmanət, müxtəlif borclar, maşın, kredit kartı, fərdi kredit 30 min, xalis sərvət 30 min. Tural 55 yaşında çox milyonçu kimi təqaüdə çıxacaq. Dostları 70 yaşına qədər işləyəcək. Təqaüddə çətinlik çəkəcək. Kim həqiqətən qalib gəlir? Bu əlamətin sizdə olub-olmadığını necə bilmək olar? Əgər obyektiv olaraq sərvət quran maliyyə qərarlarına görə xəsis, dar ya da pulu xərcləmir damğası vurulubsa, bu əlamət sizdədir. İndi isə heç kimin sizə verməyəcəyi təsdiqi verirəm. Bu 3 əlamətdən ikisi sizdə varsa, gəlir qrupunuzdakı insanların böyük əksəriyyətindən maliyyə irəlidəsiniz. Gəlirinizin artdığı halda vasitənizin altında yaşayırsınız. Nağd baxımından kasıb hiss edirsiniz. Amma xalis sərvətiniz artır. Həmyaşıdlarınız maliyyə intizamınızı tənqid edir. Bunlar maliyyə uğurunun həqiqi göstəriciləridir. Sürdüyünüz maşın ya paltarın markası yox. Azərbaycan Statistika Komitəsinin məlumatlarına görə 35 yaşa qədər orta xalis sərvət çox aşağıdır. Əgər 35 yaşın altındasınızsa və 85 min manatdan çox xalis sərvətiniz varsa, ortalamadan irəlidəsiniz.
40 yaş yaxınlarında 250 min manat üzərindəsinizsə, irəlidəsiniz. 40'lı illərdə 500 min manatdan çoxunu qurubsunuzsa, çox irəlidəsiniz. Amma irəlidə olduğunuzu hiss etmirsiniz. Çünki ətrafınızda sizdən daha varlı görünən insanlar var. Onlar varlı deyil. Sadəcə sərvəti performans etməkdən daha yaxşıdırlar. Siz isə onu həqiqətən qurursunuz. Bəs bu məlumatla nə etmək lazımdır? Addım 1. Başqalarının performansını öz maliyyə həqiqətinizlə müqayisə etməyə dayandırın. Heç kimin tam maliyyə mənzərəsini bilmirsiniz. 120 min manatlıq maşın sürən insan 130 min manat borcda, 3 min manat əmanətdə ola bilər. Bilmirsiniz. Buna görə görünən istehlakı uğur meyaranınız kimi istifadə etməyə buraxın. Addım 2. Xalis sərvəti hesab kartınız kimi istifadə edin. Gəliri ya xərcləməni yox. Xalis sərvəti hər dəfə izləyin. Ardıcıl artırsa, hətta yavaş da olsa qalib gəlirsiniz. Yüksək gəlirə baxmayaraq sabitdirsə udursunuz. Addım 3. Sosial cəhətdən geri qalmaq hissini qucaqlayın. Həmyaşıdlarınızın xərclərini tutmadığınızı hiss edirsinizsə, bu yaxşıdır. Deməli, fərqli seçimlər edirsiniz. Sərvətin görüntüsü yox, sərvətin özünü aparan seçimlərdir. Addım 4. Maliyyə qrupunuzu tapın. Pul ətrafında dəyərlərinizi paylaşan insanlar axtarın. Onlayn icmalar, maliyyə müstəqilliyi qrupları, statusu siqnallamaq əvəzinə sərvət qurmağı seçən insanlarla ünsiyyət qurun. Addım 5. Sosial təzyiqdən maliyyə intizamınızı qoruyun. Dostlar hədəflərinizə uyğun gəlməyən şeylərə xərcləməniz üçün sizi sıxışdırdıqda sadə bir cavab hazırlayın. İşim var, vaxtım yoxdur. Heç kimə izahat borclu deyilsiniz. Gəlin bu yolun nəyə apardığını bir görüntüləyək. 10 ildən sonra maliyyə intizamını tənqid edən dostlarınız hələ də maşın krediti ödəyir. Hələ də kredit kartı balansı daşıyır. Hələ də 5 rəqəmli gəlir qazandıqlarına baxmayaraq maaşdan maaşa yaşayırlar. Pul stresindən beziblər, təqaüd barədə düşünməyə başlayanda isə panikaya düşürlər. Sizin isə xalis sərvətiniz 850 min manata yaxınlaşır. İstəsəniz təqaüdə çıxa bilərsiniz. Seçimləriniz var. Pul stresindən azadsınız. Çünki möhkəm bir zəmin qurdunuz. 20 ildən sonra isə dostlarınız 50'li illərdədir. Təqaüdə nə qədər hazır olduqlarını anlayırlar. Xərcləməni azaltmağa, aqressiv yığmağa çalışırlar. Əvvəl başlamadıqlarına peşmandırlar. Bəziləri 70 yaşına qədər işləməyi planlaşdırır. Siz isə dəfələrlə milyonsuzsunuz. Tez təqaüdə çıxırsınız ya da istədiyiniz üçün işləyirsiniz. Məcbur olduğunuz üçün yox. Uşaqlarınıza kömək edə bilərsiniz. Dəyər verdiyiniz məqsədlərə dəstək ola bilərsiniz. Həyatı öz şərtlərinizlə yaşayırsınız. 30-40 yaşlarında etdiyiniz fədakarlıqlar, işlənmiş maşın sürmək, sadə yaşamaq, bahalı həyat, tərzi inflyasiyasına yox demək, ömrünüzün qalan hissəsi üçün azadlıq satın aldı. Onların həyatın dadını çıxarmaq üçün etdikləri isə ömürlük maliyyə stresi. Baxın, ətrafınızdakı hamı sizdən yaxşı yaşayarkən intizamlı qalmaq çətindir. Yaxşı pul qazanıb müflis hiss etmək heç də yaxşı deyil. Dostların və ailənin tənqidi isə düzgün işlədiyinizi soruşturmağa vadar edə bilər. Amma anlayın ki, bugün göstərdiyim 3 əlamət həqiqətən qalib gəldiyinizin sübutudur. Geri qalmamısınız, irəlidəsiniz. Əldən qaçırmırsınız. Onların heç vaxt sahib olmayacağı bir şey qurursunuz. Atam Sumqayıtda qabar əlləri ilə öyrətdi. Hər manat qanlı, tərli zəhmətlə qazanılır. Anam sözləri ilə öyrətdi. Düzgün yolda olduğuna inan. Şəraitin deyil, hədəfin dalınca get. Mən isə bugün sizə rəqəmlərlə öyrədirəm. Sərvət quranlarla yalnız zəngin görünənlər arasındakı fərq gəlir deyil. Daha az uğurlu görünmək üçün daha uğurlu olmağa hazır olmağın iradəsidir. Bu video sizin həqiqətən düzgün yolda olduğunuzu təsdiqlədi. Hətta bunu həmişə hiss etməsəniz belə, onda bir iş görün. Birincisi, son vaxtlar xalis sərvətinizi hesablamayıbsınızsa, aktivlər, mənfi öhdəliklər, rəqəminizi bilin. Bu sizin həqiqi hesab kartınızdır.
Instagram lentiniz yox. İkincisi, həmyaşlılarınızın sorğuladığı ya tənqid etdiyi son maliyyə qərarını yazın. Yanına yazın, bu sərvət qurur. Tənqidi doğru etdiyinizin təsdiqi kimi yenidən çərçivələyin. Üçüncüsü, aşağıda şərh yazın. Bu üç əlamətdən hansı sizdədir? Gəlin həqiqi sərvəti performans yerinə seçən insanların icmasını quraq. Başqalarına bildirin ki, tək deyirlər. Dördüncüsü, maliyyəcə düzgün işlər görən, amma zəngin görünən müflis insanlarla özlərini müqayisə etdiyi üçün geri qaldığını hiss edən birini tanıyırsınızsa, bu videoyu onunla paylaşın. Həqiqi sərvətin sosial mediaya bənzəmədiyini hər həftə xatırladan, həftəlik xatırlatmalar istəyirsinizsə, bu kanala abunə olun. Hər həftə yaxşı qərarlarınızı bəyənmək və insanları müflis saxlayan cəfəngiyatı ifşa etmək üçün buradayam. İrəlidəsiniz, prosesə güvənin. Yola davam edin, cənablar və xanımlar. Allah sizləri qorusun. Özünüzdən müğayət olun.